İranın kəşfiyyat orqanları İsrailin nüvə proqramına dair minlərlə məxfi sənəd və strateji məlumatı ələ keçirib. Bu barədə İran mediası məlumat yayıb. Sənədlərin həcmi və onların təhlükəsiz şəkildə ötürülməsi məqsədi ilə İran indiyədək bu barədə susmağa üstünlük verib. Bu sənədlər qədər onların İrana ötürülməsi də önəmlidir. Ona görə də sənədlərin ötürülməsi məlumatlarını da qoruyuruq. Məhz bu səbəbdən onların tam təhlükəsizlikdə olduğuna əmin olmamız üçün açıqlanması vaxt apardı. Təbii ki, sənədlərin ötürülməsi yolları məxfi olaraq qalacaq. Bu məlumatlar yaxın vaxtlarda açıqlanmayacaq, amma sənədlərin özlərini Allahın köməkliyi ilə yaxın vaxtlarda dərc edəcəyik. İran bütün nüvə sənədlərini əldə edib. Əldə etdiyimiz sənədlər sırasında həmçinin Amerika Birləşmiş Ştatları, Avropa və digər ölkələrlə əlaqələrə dair sənədlər və ölkənin strateji gücünə güc qatacaq kəşfiyyat məlumatları da var. Qeyd eləyək ki, İsrail tərəfi İranın bu iddialarına rəsmi reaksiya verməyib. The Times of Israel isə yazır ki, son illərdə İranın kəşfiyyat xidmətləri sadə İsrailliləri casus kimi cəlb etmə səylərini artırıb. Təkcə ötən ilin dekabrında İrana işləməkdə ittiham olunan 30-a yaxın İsrailli saxlanılıb. İddialar bölgədə gərginliyi daha da artıracaq yeni casusluq qalmaqalının başlandığını göstərir.